Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Dinin əslini biləndən sonra indi isə keçək tevhidin qismlərinə. Çünki qeyd etdik ki, tevhid dinin əslidir və buna görə də labüddür ki, bilək tevhidin qismləri, növləri və bunun dəlilləri. Deməli, tevhidin birinci növü rububiyyə tevhididir və ümumən deyim ki, bəzilər etiraz edəndə ki, tevhidin bu qismlərinə dəlil nədir? Bu sual yersizdir. Çünki tevhidin qismi deyəndə bununla dinə nəsə yeni bir şey gətirmirsən ki, hətta deyəsən ki, bunun dəlili nədir? Və yaxud dindən nəyisə əskiltmirsən ki, hətta deyəsən bunun dəlili nədir? Quranda olan məsələni sadəcə təqsimata bölürsən. Quranda qeyd olunan tevhidi, o növləri sadəcə elm əhli təqsimata bölüb deyiblər ki, Quranda danışılan bütün tevhid bu üç qismdən kənara çıxmır. Rububiyyə tevhidi, uluhiyyə tevhidi, ad və sifət tevhidi və bunun dəlillərini bir-bir qeyd etdikcə də daha da aydın olacaq və bilinəcək ki, bu sual əslən yersizdir. Deməli, tevhidin birinci növü rububiyyə tevhididir. Rububiyyə tevhidi, ər-rububiyyə. Bu Rəbb sözündəndir. Rəbb. Biz ilk, yəni kitabı açdığımız zaman oxuduğumuz surə Elhamdülillahi Rabbil aləminlə başlayır. Aləmlərin Rəbbi olan Allaha həmd səna ilə başlayır. Və nə qədər, yəni yüzlərlədir ayə hardakı Allah Subhanahu Taala'nın Rəbb olması keçir və huve Rabbu kulli şey. Necə ki Ənam surəsində. O hər bir şeyin Rəbbidir. Rəbb deməli ər-rububiyyə, Rəbb sözündəndir. Rəbb. Allah Subhanahu Taala'nın yəni Rəbb olması. Rububiyyə tevhidi deyəndə, yəni Allahın başlanğıc olaraq Rəbb olmasına iman etmək. Rəbb olmasına, Allahın Rəbb olaraq tanınması, bilinməsi. Rəbb isə, yəni Allahın feili sifətlərinə iman etmək deməkdir. Allahın feili sifətlərinə iman etmək. Nə deməkdir bu? Yəni Allah Subhanahu Taala'ya məxsus olan özünün feilləri var, əməlləri var. Bu rububiyyə tevhididir. Rububiyyə tevhididir. Nə deməkdir tevhid? Tevhid barədə geniş danışmışıq, təkləmək. Nə deməkdir rububiyyə tevhidi? Yəni Allah Subhanahu Taala'nı özünün feillərində təkləmək. Və Rəbb deyəndə əsasən bura daxildir Allah Subhanahu Taala'nın Əl-Məlik, Əs-Seyyid, Əl-Müdəbbir, Əl-Murabbi. Yəni ki, bunlar cəm olaraq hamısı Rəbbdir. Yəni hər şeyin həqiqi sahibi, mülkündə mütləq ixtiyar sahibi olan, rəhbər, itayət olunan, işləri idarə edən, tərbiyə edən, hər şeyi mərhələ-mərhələ düzənləyən, islah edən, nizamlayan və s. Rəbb sözü bütün bu dediyimiz mənaları əhatə edir. Və tevhid-ur rububiyyə deyildikdə, yəni rububiyyə tevhidi, bunun tərifi budur ki, ifradullahi fi əf'alihi, Allahın öz feillərində təkləmək. Allahı onun öz feillərində, öz əməllərində təklənməsi. Rububiyyə tevhidi budur. Və Allahın feilləri isə təsəvvür edilə bilməyəcək dərəcədə çoxdur. Allahın özü deyir özü barədə kullə yevmin huve fi şən. O hər gün bir işdədir. Yəni Allah Subhanahu Taala durmadan əmr edir, yaradır, öldürür, ruziləndirir, tədbir edir, hökm edir və s. Bu Allahın kamilliyindəndir. Lakin rububiyyə tevhidinin əsas ərkanları, yəni bizə bilinən əsas dayaqları 4'dür. 4. Və rububiyyə tevhidində Allahın təklənməsi deyildikdə əsasən Allahın Rəbb olmasının əsas, yəni başlanğıc olaraq həmin bu 4 özəlliklərində, 4 xüsusiyyətində Allahın tək olmasına və bu xüsusiyyətlərdə, bu özəlliklərdən heç birinin Allahdan başqasına ait olmamasına etiqad etməkdir. Yenə təkrar edirəm.
rububiyyə tövhidində Allahın təklənməsi deyildikdə, yəni əsasən Allah Subhanahu taalanın Rəbb olmasının, ümumən Allahın Rəbb olmasında Allahın təklənməsi, yəni qısa olaraq. Lakin rububiyyə tövhidinin ən bariz ərkanları var. Hansı ki, qullar məxluq olaraq, qullar daima yəni bu özəlliklərlə belə deyək, bir növ iç-içədirlər. Bu özəllikləri müşahidə edirlər. Bu özəlliklərlə rastlaşırlar və həyatlarında bu özəlliklər, bu ərkanlar təsirlidir, təsir edicidir. Ona görə Quranda da ən çox bunlar qeyd olunub. İndi qeyd edəcəm nədir onlar. Bu 4 ərkanlar rububiyyə tövhidinin. Bunlar nədir? Əl-xalqu vəl-razqu vəl-milku vət-tədbir. Deməli, əl-xalqu Allahın yaratması, əl-razqu ruzi verməsi, əl-milku mülk sahibi olması və öz mülkündən istədiyi miqdarda verməsi və tədbir, tədbir etməsi. Deməli, yaratması, dedik ki, Allahın yaratması. Bu, Allahın əl-xaliq, xaliq sifətinin gərəyi olaraq. Həmçinin ruzi verməsi. Bu da əl-raziq və yaxud əl-razzaq sifətinin gərəyi olaraq. Mülkün sahibi olması, əl-məlik və yaxud əl-məlik sifətinin gərəyi olaraq. İşləri tədbir edən etməsi, əl-müdəbbir sifətinin gərəyi olaraq. Deməli, rububiyyə tövhidi Allahı yaratmasında, diriltməsində, öldürməsində, ruzi verməsində, malik olmasında, işləri tədbir etməsində təkləməkdir. Təkləməkdir. Bütün bu feillərin hamısını, Allaha xas olan bu feillərin heç birini Allahdan başqasına nisbət etməmək. Yəni mütləq olaraq bütün bu feillərdə Allahı təkləmək. İndi inşallah, daha doğrusu bununla yetinək və növbəti dərsdə bu qeyd etdiyim rububiyyətin bu rukunlarını bir-bir dəlillərlə Qur'an-ı Kərimdən izah edəcəm. Hətta rububiyyə tövhidi daha da yaxşı, aydın olacaq Allahın izni ilə. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi əcmain.